Qaçaq Kərəm Azərbaycan xalq tarixində Cənub bölgəsinin sosial-mədəni yaddaşında və xüsusən folklor məkanında böyük iz qoymuş, əfsanəvi xalq qəhrəmanı kimi dəyərləndirilən, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşamış cəsarətli bir şəxsiyyət olub. Onun həyatı, fəaliyyəti, xalq arasında yayılmış dastanlar və rəvayətlər, eləcə də real tarixi faktlar Qaçaq Kərəmin sadəcə bir qaçaq deyil, eyni zamanda ədalət axtarışının, zülmə qarşı üsyanın, kasıbların, zəiflərin qoruyucusu və arxadayağı olmasının canlı nümunəsidir. Kərəm haqqında məlumatlar əsasən xalq arasında şifahi şəkildə nəsildən nəslə ötürülüb, bəzi mənbələrdə isə tarixi sənədlər, yerli tədqiqatçıların qeydləri və folklor nümunələri ilə zənginləşdirilib. Qaçaq Kərəmin obrazı Azərbaycanın taleyüklü çağlarında, xüsusilə də Çar Rusiyasının sərt idarəçiliyi dövründə, kəndlinin, yoxsulun hüquqsuz və qorxulu həyat şəraitində, ədalət və azadlıq uğrunda mübarizənin simvoluna çevrilmişdir. Onun adı ilə bağlı müxtəlif əfsanələr, mahnılar, lətifələr və dastanlar təkcə Cənub bölgəsində yox, demək olar ki, bütün Azərbaycan ərazisində yayılıb. Kərəm obrazı bəzən romantik qəhrəman, bəzən isə cəmiyyətin sosial-psixoloji ehtiyaclarının daşıyıcısı kimi təqdim olunur. Qaçaq Kərəmin həyatı və ailə mənşəyi. Qaçaq Kərəmin əsl adı və dəqiq doğum tarixi barədə arxiv və yazılı mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Bir çox xalq rəvayətlərində onun əsl nəcabətli, lakin yoxsul bir ailədə, əsasən Lənkəran, Yardımlı, Astara, Lerik və Masallı bölgələrinin kəndlərindən birində doğulduğu göstərilir. Kərəm gənc yaşlarından ailəsinin ağır güzəranı, kəndlilərin sosial ədalətsizlik və məmur zülmü ilə üzləşməsi səbəbi. Ailə mühitində böyüyən Kərəm ata və ana qayğısı ilə yanaşı, kənd həyatının sərt reallıqları, qohumların, qonşuların köməyinə ehtiyac duyduğu şəraitdə formalaşıb. Onun ailəsində böyüklərin mərdliyi, kasıba, imkansıza arxa durmaq, haqsızlıqla barışmamaq kimi keyfiyyətlər daim tərbiyə verilib. Bütün bunlar Kərəmin sonraki həyatında özünü daha qabarıq şəkildə göstərir. O, sadəcə öz ailəsinin deyil, bütün kəndin, hətta regionun müdafiəçisi kimi formalaşır. Qaçaqçılığa başlama səbəbləri və ilk üsyanlar. Qaçaq Kərəmin qaçaq kimi tanınmasının başlıca səbəbi dövrün sosial-ictimai şəraiti ilə bağlı idi. Hay-hayasıda Cənub bölgəsində feodal münasibətləri, bəylərin, xanların və çar idarəçilərinin yerli əhaliyə qarşı haqsızlığı, ağır vergilər, torpaq ədalətsizliyi və sosial bərabərsizliyin dərinləşməsi xalq arasında narazılıq yaratmışdı. Kərəm də məhz bu ədalətsizliyə qarşı çıxan, məzlumun, zəifin yanında olan, haqsızlığa dözməyən, ədalət axtaran biri kimi tanınıb. Reklam. Türkiyədə təhsil. Kərəm haqqında rəvayətlərin bir çoxunda qeyd olunur ki, bir hadisə ailəsinə, yaxınlarına və ya kəndlilərə qarşı haqsızlıq, bəylər və ya məmurlar tərəfindən zülm və alçaldılma onun həyatının dönüş nöqtəsi olub. O, silah götürüb dağlara çəkilir, təkcə özünü deyil, ətrafında toplanan yoxsul və məzlum insanları da müdafiə etmək üçün öz dəstəsini yaradır. Qaçaq dəstəsinin formalaşması və fəaliyyəti. Qaçaq Kərəm ətrafında əsasən kəndlilər, kasıblar, bəylərin və məmurların zülmündən qaçanlar toplaşır. Dəstə qısa müddətdə regionda tanınır, xalq arasında yoxsulun qisasçısı, ədalət keşikçisi, kasıbların arxası kimi adlanır. Onlar əsasən dağlıq, meşəlik, əlçatmaz ərazilərdə gizlənir, puskular qurur, bəzən varlılara, bəzən isə dövlət idarəçilərinə qarşı hücumlar edir, ədalətsiz yollarla əldə olunan malı kasıblar arasında bölürdülər. Kərəmin dəstəsi sadəcə silahlı hücumlar etməklə kifayətlənmirdi, kəndlərə, ailələrə kömək edir, bəzən bəy və məmur zülmündən qaçan ailələri himayəyə götürürdü. Bu fəaliyyət təkcə dövlət orqanlarını deyil, bəzi varlı təbəqələri də narahat edir, onların Kərəmi aradan götürmək üçün dəstələr, muzlu silahlılar göndərməsinə səbəb olurdu. Cədvəldə Qaçaq Kərəmin dəstəsinin əsas fəaliyyət istiqamətləri ümumiləşdirilib. Qaçaq Kərəmin Azərbaycan folklorunda və xalq yaddaşında yeri. Qaçaq Kərəm Azərbaycan xalq folklorunda, xüsusilə Cənub bölgəsində xalq qəhrəmanı, ədalət və cəsarət simvolu kimi yaşayıb. Onun haqqında onlarla xalq mahnısı, şeir, rəvayət, hətta qısa dastanlar yaranıb. Kərəmin adı ilə bağlı olan nağıl və lətifələrdə onun cəsarəti, bəzən zarafatçıl və müdrikliyi, həm də kasıblara qarşı həssaslığı xüsusi vurğulanır. Xüsusilə toy və yas mərasimlərindən, el məclislərində onun macəraları, xalqın çətin günündə göstərdiyi kömək çox danışılır. Qaçaq Kərəm obrazı Azərbaycan cəmiyyətində arxa, qahmar, köməkçiyə və doğru yolun müdafiəçisiyə kimi dəyərlərin təcəssümüdür.
Xalqın kollektiv şuurunda o, hər zaman haqsızlığın və ədalətsizliyin qarşısında dayanan, qorxmadan, fədakarlıqla mübarizə aparan bir qəhrəmandır. Qaçaq Kərəmin fəaliyyəti və dövlət orqanları ilə münasibətləri. Qaçaq Kərəmin və dəstəsinin fəaliyyəti uzun müddət çar idarəçiləri və bəylər üçün böyük baş ağrısı olurdu. Onun tutulması üçün bölgəyə tez-tez ekspedisiyalar, xüsusi dəstələr göndərilirdi. Buna baxmayaraq, xalqın və kəndlilərin ona verdiyi dəstək, coğrafi bilik və çətin relyef Qaçaq Kərəmin və dəstəsinin illərlə tutulmamasına səbəb olurdu. Dövlət orqanları ilə açıq toqquşmalar, bəylərlə münaqişələr və sosial-mədəni dirəniş Qaçaq Kərəmin və dəstəsinin folklor və real tarixdə qəhrəmanlıq statusunu möhkəmləndirirdi. Onun ömrünün sonu ilə bağlı müxtəlif rəvayətlər olsa da, əksər versiyalarda o, ya dövlət qüvvələri ilə silahlı qarşıdurmada, ya da xəyanət nəticəsində öldürülüb. Qaçaq Kərəmin mirası və Azərbaycan cəmiyyətinə təsiri. Qaçaq Kərəm təkcə hay-hayasıda deyil, müasir Azərbaycan üçün də sosial ədalət, dürüstlük, arxadayaqlıq, xalqı müdafiə etmək kimi dəyərlərin simvolu olaraq qalır. Onun fəaliyyəti xalq yaddaşında buraxdığı izlər, folklorda yaşadılan obrazı gənc nəslə mənəvi və əxlaqi dəyərlərin ötürülməsində, milli ruhun formalaşmasında mühüm rol oynayır. Onun barəsində yazılan folklor nümunələri, mahnılar, lətifələr və hətta yerli tədqiqatçıların əsərləri bugün də müzakirə olunur, yeni nəsillərə nümunə göstərilir. Kərəm obrazı, xüsusilə sosial ədalətsizliyin hələ də aktual olduğu cəmiyyətlərdə xalqın qahmarı olmaq nümunəsi kimi dəyərləndirilir. Əfsanə və tarixi faktlar. Qaçaq Kərəmin həyat yolu ətrafında formalaşan əfsanəvi motivlər bəzən reallıqdan fərqli olsa da, onun simvolik mahiyyəti və xalqın kollektiv şuurundakı yeri əvəzsizdir. Bəzi tədqiqatçılar Kərəmin obrazında müxtəlif tarixi şəxsiyyətlərin və real qaçaq dəstələrinin birləşdiyini qeyd edir. Ancaq istər folklor, istərsə də tarixi baxımdan Kərəm obrazı Azərbaycan xalqının azadlıq və ədalət arzusunun bədii ifadəsidir. Ən çox verilən suallar. Qaçaq Kərəm kimdir? Qaçaq Kərəm 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Cənub bölgəsində, əsasən Lənkəran, Astara, Lerik, Yardımlı və Masallıda fəaliyyət göstərmiş, xalq arasında ədalət, cəsarət və arxadayaqlıq simvoluna çevrilmiş əfsanəvi qaçaq və xalq qəhrəmanıdır. Qaçaq Kərəmin əsl adı və mənşəyi nədir? Əksər mənbələrdə onun əsl adı Kərəm kimi qeyd olunur, lakin dəqiq soyadı və doğum tarixi barədə fərqli rəvayətlər var. O, kasıb, lakin mərd və ədalətli ailədə böyüyüb. Qaçaqçılığa başlama səbəbi nə idi? Kərəm kəndlilərin, kasıbların, ailəsinin və yaxınlarının bəylər və çar məmurları tərəfindən haqsızlığa və zülmə məruz qalmasından sonra silaha sarılıb və öz dəstəsini yaradıb. Qaçaq Kərəmin dəstəsi kimlərdən ibarət idi? Dəstə əsasən kəndlilər, kasıblar və haqsızlıqdan qaçanlar arasında toplanırdı. Onlar Kərəmin rəhbərliyi ilə bölgədə sosial ədalət uğrunda mübarizə aparırdılar. Qaçaq Kərəmin əsas fəaliyyəti nədən ibarət idi? O, kasıblara kömək etmək, varlıların və məmurların zülmünə qarşı çıxmaq, xalq arasında sosial bərabərliyi qorumaq məqsədlə silahlı müqavimət təşkil edirdi. Qaçaq Kərəm folklor və ədəbiyyatda necə təsvir olunur? Qaçaq Kərəm Azərbaycan xalq dastanlarında, mahnılarında, lətifələrində və el məclislərində ədalətli, mərd, arxadayaqlı və kasıbların müdafiəçisi kimi yadda qalıb. Qaçaq Kərəmin ömrünün sonu necə olub? Ən çox yayılan rəvayətlərə görə Qaçaq Kərəm ya dövlət qüvvələri ilə silahlı qarşıdurmada, ya da yaxın ətrafında baş verən xəyanət nəticəsində həlak olub. Qaçaq Kərəmin fəaliyyəti Azərbaycan cəmiyyətinə necə təsir edib? Onun fəaliyyəti və simvolik obrazı sosial ədalət, insanlara arxa olmaq, dürüstlük və milli həmrəylik ideyalarının cəmiyyətə və yeni nəslə ötürülməsində böyük rol oynayıb. Qaçaq Kərəmin adı ilə bağlı hansı folklor nümunələri mövcuddur? Onun adı ilə xalq arasında mahnılar, lətifələr, qısa dastanlar və rəvayətlər yaranıb. Bu nümunələrdə onun cəsarəti və xalqı qoruması əsas mövzudur. Qaçaq Kərəm müasir dövrdə nəyi simvolizə edir? Qaçaq Kərəm bugün də xalq yaddaşında ədalət, cəsarət, arxadayaqlıq və sosial müdafiə rəmzi kimi qalır. Folklor və tarixi irsin ayrılmaz hissəsi sayılır.